Birçok insan ev şəraitində şirniyyat falan hazırladıqda ona pudra şəkər ehtiyac olur. Nəticədə gedirlər 100 qramını alırlar 1 manatlik, əpey 2 manata. Əslində pudra şəkər hazırlamaq çox rahat bir şeydir. Bunun üçün sizə lazım olan blender və pesokdur. Pesoku blenderə əlavə edib qapağını bağlayın və işə salın. Və gördüyünüz kimi pudra şəkərimiz açılmadı ki. Buradan göstərim sizə. Pudra şəkərimiz hazırdır. Yəni dükandan necə alırsınızsa birəbir eynisidir. Kiməsə yararlı olsa bəyənib abunə ola bilər. Öncədən təşəkkür edirəm.